Salam hörmətli izləyicilərimiz, bu günləri sizə Xırdalanda 71 kvadratlı kubçalı bir mənzil təqdim etməyə gəlmişik. Evimizin müsahibəsi 71 kvadratlı kubçalıdır. Yeni təkrar edirəm hər bir şeyi. Qiymət 102 min manat təyin olunub. Layihəni sizə başa salım. Giriş qapısını görürsünüz. Bu hissədə işıq yanmadığına görə biraz videoda qaranlıq düşəcək. Giriş qapısından girəndə həmən solda belə hamam otağı bizi qarşılayır. Evimiz çox mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. AFA yaxın ərazidədir. Köhnə bazarla AFın arasında yerləşir. Sağda belə qəşəng yataq otağıdır. Qonaq otağı studiyadır. Amma istəsəz buranı bağlaya bilərsiniz. Qəşəng şüşə şəbəkə ilə rahat bağlanmaq olar. Özü də burada çox geniş, qəşəng mətbəx mebeli yığdırmaq olar. İstəsəz də belə saxlamaq olar. Mən özüm üçün alsaydım belə saxlayardım. Çünki çox qəşəng, genişlik olur. Studiya mənzilləri ümumiyyətlə Azərbaycanda nədənsə bizimkilər çox sevmirlər, amma mən çox sevirəm. Çünki zaten vaxtımızın çoxun mətbəxdə keçirdirik. Hamı işdə, gücdə, hamı burada qəşəng axşamlar belə rahat künc divan qoyub, həm ana evin xəzəykası yeməyini pişirir, həm də uşaqlar oturub göz qabağındadır, hamı bir yerdədir. Yəni ki, bu daha gözəldir. Mətbəx ayrı olmaqdansa bu belə format daha qəşəngdir mənim fikrimcə. Gəlin baxın, qiymət dedim sizə, mənzil kubçalıdır. Ən əsası siz istəyirsiniz ki, mənzillər kubçalı olsun, kubçalıdır. Orta mərtəbədir, hündür mərtəbə deyil. Qəşəng bir mənzildir. Bugünə bu qədər, sağ olun.